Sevgili izleyicilerimiz, programımıza Azerbaycan Siyezden bölgesinden devam ediyoruz. Yanımızda Gülhane Hanım var. Öncelikle merhabalar. Sizleri biraz tanıyabilir miyiz? Mən Gülhane Ağamaliyeva, 26 yaşım var. UNTV mən şirkətinin həm qursu, həm də rəhbəriyəm. Bize mesleğiniz ve yaptığınız iş hakkında bilgiler verir misiniz? Artıq mən 6 ilə yaxındır ki, bu sahədəyəm. 21 yaşımdan başlamışam, 2020-ci ildən belə deyək. Hal-hazırda minlərlə xanımın qazanması üçün çox gözəl bir şirkət qurmuşam. Yeni bir layihəmiz var, partner layihəsi. Həmin layihə üzərindən minlərlə xanımı qazandırırıq. Sizler Azerbaycanlı kadınların hayatında ne gibi değişiklikler yapmayı planlıyorsunuz? Bizlere anlatır mısınız? Mənim ən böyük məqsədim mənim kimi bütün xanımların ən az mənim kimi uğurlu olmaqlarıdır. Hansı ki, bugünkü gündə mənim öz şəxsi şirkətim, öz şəxsi evim, maşınım, istədiyim həyatı yaşaya biləcəyim bir uğura sahib olmuşam və istəyirəm ki, bütün xanımlar da, evdar xanımlar, ikinci şaxtaran, tələbə xanımlar fərqi yoxdur. Hər kəs bizim kimi bu uğurlara sahib olsunlar. Bugünkü gündə bir çox xanımlar var ki, özlərinin uğursuz, yetərsiz, bacara bilməzlər. Mənim olduğum şərtlərə uyğun deyil. Yəqin ki, mən hansı rayonda yaşayıram, hansı kənddə yaşayıram və yaxud da ki, elə şəhərdə yaşayıram, yəqin ki, mənim təhsilim yoxdur və yaxud da ki, mənim təcrübəm yoxdur, mən bacara bilmərəm deyə düşünürlər. Məqsədim odur ki, həmin xanımları göstərmək, onlara yol göstərmək, dəstək olmaq ki, onlar da bizim qədər uğurlu olsunlar və demək olar ki, artıq hardasa bu uğuruma çatmışam. Çünki artıq Azərbaycanda bir çox xanımlar var ki, tanıyırlar və bizimlə əməkdaşlıq göstərirlər. Onlara da bu yolda uğurlu olmağın sirlərini öyrədirik, izah edirik və onlara bizimlə əməkdaşlıq göstərərək artıq bu uğura sahib olurlar və məqsədim bundan sonra daha çox xanımlara bu səsimi duyurmaqdır, belə deyək. Çok güzel. Peki sizlere nereden ve nasıl ulaşabiliriz? Bizim sosial media hesablarımız var ki, oradan bizimlə əlaqə saxlaya bilərlər. Genç bir girişimci olarak bu başarının sırrı nedir? Genç girişimcilere ne tür tavsiyeler verirsiniz? Mənim bu başarımın ən böyük sırrı hər zaman pozitiv düşünməyim olub. Heç vaxt neqativə düşünməmişəm, heç vaxt neqativə qapılmamışam. Nə qədər yoxlar eşitsəm də, nə qədər etirazlar eşitsəm də, o yoxlar, o etirazlar mənim üçün sanki minlərlə həyə bərabər olub. Hər zaman öz gücümə inanmışam, geri dönüb baxmamışam ki, bugünkü gündə mən bu yolu gedirəm, birdən mənə çətin olar, birdən bacara bilmərəm. Bu sözü heç bir zaman ağlıma gətirib düşünməmişəm. Hər zaman irəli getməyi, uğurlu olmağı, pozitiv düşünməyi və daha çox çalışmağı seçmişəm. Son olarak sizlerin eklemek istedikleri var mı? Mən heç nəyə baxmadım. Heç nəyə, heç kimə fikir verməyin. Pulunuz yoxdur, təcrübəniz yoxdur. Bunların heç bir önəmi yoxdur. Əgər sən istəyirsənsə bir addım at və təbii ki, bu addımın da ardı sənin davamlı şəkildə çalışmağın nəticəsində çox uğurlu olacaq. Vermiş olduğunuz değerli bilgiler için çok teşekkür ediyoruz sizlere. Mən də çox təşəkkür bildirirəm. Çox sağ olun ki, gəlmisiniz. Əziyyət çəkdiniz. Hətta siz Siyezənə gəlmisiniz birbaşa. Çox təşəkkür bildirirəm. Xoş oldu mən də sizə tanış olmaq və bu röportajı vermək. Çox sağ olun. Çok teşekkür ederiz. Çok sağ olun. Sevgili izleyicilerimiz, programımız kaldığı yerden devam ediyor. Bizleri izlemeye devam edin.